Gəncə şəhərində Aktor İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin İdman narkotiklərə qarşı Sağlam Həyatı Seç layihəsinin icrası həyata keçirilib. Tədbir Gəncənin tanınmış məşqçisi, sərbəst güləş üzrə 2 qat Azərbaycan çempionu, Avropa çempionatının iştirakçısı Nərgiz Zəfərzadənin məşqçi müəllimi Kənan Məmmədovun rəhbərlik etdiyi güləş zalında təşkil olunub. İctimai Birliyin təmsilçisi Telman Məmmədov tədbir iştirakçılarını salamlayaraq layihənin məqsəd və hədəflərindən söz açıb. Narkotik maddələrdən istifadənin zərərlərindən danışıb. Tədbirdə millət vəkili Müşfiq Cəfərov, Gəncə Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov, Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi, Şöhrət Ordenli sərbəst güləş məşqçisi Elçin Zeynalov, fiziki tərbiyə fənni üzrə tanınmış təlimçi Murad Məmmədov və başqa qonaqlar iştirak ediblər. Tədbirdə səslənən çıxışlarda uşaq yeniyetmə və gənclərin idmanla məşğul olmalarının əhəmiyyətindən, narkotik asıllığının yaratdığı təhlükədən, pis vərdişlərdən uzaq olmaq üçün idmanın ən gözəl vasitə olduğu bildirilib. Mən bu tədbirdə fiziki tərbiyə müəllimi olaraq iştirak edirəm. Bildiyimiz kimi fiziki tərbiyənin məqsədi fiziki cəhətdən sağlam, ictimai səhət cəhətdən yetkin, ölkənin ərazi bütövlüyünü tormazına qadir olan şagirdlər yetişdirməkdən ibarət. Və bu tədbirin şəhərimizdə keçirilməyi çox sevindirici haldır. Deyirəm ki, bu tədbirin hər kəs üçün, ən xüsusda yeniyetmə idmançılar üçün kifayət qədər faydası olacaq. Gəncə şəhərində keçirilən idman narkotiklərə qarşı Sağlam Həyatı Seç maarifləndirici tədbiri təkcə sağlam həyat tərzinin təbliği ilə deyil, həm də idmanın cəmiyyətə verdiyi töhfələrin nümayişi ilə yadda qaldı. Bu zal illərdir ki, yalnız çempionlar yetişdirən bir idman ocağı deyil, həm də yüzlərlə gənci sağlam həyata, vətənpərvərliyə, nizam-intizama və yüksək mənəvi dəyərlərə istiqamətləndirən bir məktəbdir. Burada yetişən çoxsaylı idmançılar Respublika və beynəlxalq arenalarda ölkəmizi uğurla təmsil edərək Azərbaycanın idman səlaməsinə öz töhfələrini veriblər. Kənan Məmmədovun illərlə formalaşdırdığı sağlam idman mühiti bu gün də gənclərin zərərli vərdişlərdən uzaq böyüməsinə, güclü iradəyə və sağlam gələcəyə sahib olmasına xidmət edir. Məhz buna görə də belə əhəmiyyətli bir layihənin onun rəhbərlik etdiyi zalda keçirilməsi rəmzi məna daşıyır. İnşallah bizim hədəfimiz böyükdür. Biz daha da yaxşı hazırlaşıb. Bugünkü gündə məsəl üçün bir Nərgiz Azərbaycan çempionu olubdursa da 2 dəfə. Gələn ili inşallah fikrimiz var ki, məsələn bunu bir qız yox, 4 qız olsun, 10 qız olsun, məsəl üçün 5 qız tələbə və yaxud da oğlan tələbələrindən inşallah inkişaf etdirib ən üstünlük də verdiyimiz odur ki, qadın güləşini inkişaf elətdirək. İnşallah hədəfimiz böyükdür. Sağlam düşüncəli insanları sağlam düşüncəli məşqçilərə həvalə eləmək lazımdır. Bizim də hədəfimiz odur ki, sırf bu işdə əziyyət çəkib bəhrəsini görmək. Narkotiklərə yox, sağlam həyata bəli çağırışı ilə başlayan tədbir bir daha göstərdi ki, idman yalnız qələbələr qazandırmır, həm də sağlam, güclü və məsuliyyətli bir nəslin formalaşmasının ən təsirli yollarından biridir.